Herkese salam. Giriş. Aha. Deməli dostlar, bugün biz sizlə çoxdandır ki çəkməyə çalışdığımız və nəhayət ki alındırdığımız bir kitabdan danışacağıq. Bir kitab olsa belə içərisində 5 dənə hekayə var və 5-indən də fərqli dərslər çıxarmaq olur və onlardan danışacağıq. Bu nağıllar, yəni 5 hekayə sadəcə uşaqlar üçün deyil, həmçinin düşünürəm ki, böyüklər üçün də yazılmışdı. Eyni qaydada Kiçik Şahzadə əsəri kimi uşaqlar üçün yazılsa da 7-dən 77-yə hər kəs oxumalıdır deyə düşünürəm. Deməli, bir vaxtlar şəhərin mərkəzində Mutlu Prens adlı bir heykəl var idi. Bu heykəl o qədər gözəl idi ki, necə gözəl. Şahzadə özü çox gözəl olur. Həmçinin də heykəl də çox gözəl olur. Daş qaşlarla bəzədilmiş, belə şəhərin ortasında və hər kəs ona heyran imiş. Belə yanına keçən belə çox gözəllə baxırdı. Hər kəs onu sevirmiş. Və ən yüksək yerində idi. Şəhərin hər tərəfini görə bilirdi. Halbuki Mutlu Prens olduğu vaxtlarda, Şahzadə olduğu vaxtlarda heç vaxt şəhərin içindən xəbəri olmayıb. Həmişə sarayında xoşbəxt bir şəkildə dərddən, qəmdən uzaq yaşayırmış. Gəldi o Qaranquş gəldi bir gün. Qaranquş yox. Qaranquş gedir də. Qaranquş. Türkçə qırlangıç, Azərbaycanda qaranquş. Mən onu çərpələn kimi bilmişəm. Çərpələn nədir? Ay, onun dilinədir o, nə əlaqə? Türk dil bilməməyin aydınlama yaşadım. Qaranquş gəlir, onun çiyninə qonur və bir gecə falan keçirir. Deyir ki, gedəcəm də sabahsı. Amma görür ki, Mutlu Prens ağlayır. Yəni adına baxın Heykəl və ağlayır. ağlamasına baxın. Qaranquş soruşur ki, niyə ağlayırsan? Nə səbəb ağlayırsan? Mutlu Prens deyir ki, mən şəhərdəki o kasıb insanları görürəm, əlatsız insanları görürəm və pis oluram. Və Mutlu Prens Qaranquşdan kömək istəyir. Mənə kömək elə, bəs bunu apar, onu apar, kömək yardımı ilə. Çünki özü heykəl olduğu üçün tərpənə bilmir. Ona görə də Qaranquşdan bunları istəyir. Bir də özündən ödünç verir insanlara, kömək edir. Bəli, hər dəfə daş qaşısı, gözü məsələn gözünü götürür. Daş qaşdı. Onu çıxardıb aparır, verir. Birinci üzüyünü verirdi. Üzüyü var idi. Üzü idi. Mən tərcüməni tam tuta bilmirəm, amma ki bilirdim ki heykəldən bir hissədir də. Gözü, hər şey verir də. Və sonra da çox çirkin bir hala gəlib çıxır. Rəngi belə solur. Şeyləri qopur. O artıq hər şey verir də. Bəli, hər şey qopur və şəhərdə ona şəhəri çirkləndirən bir şey kimi baxırlar və onu tullamaq qərarına gəlirlər. Sökürlər, dağıdırlar. Bu çox üzücüdür və sonunda bir spoiler vermək istəmirik. Sonunda bir hadisə olur. Qiymətləndirilir. Nəysə, Məncə Qaranquş özü də çox yaxşı obrazdır. Qaranquş məsələn çıxıb rahatlıqla gedə bilərdi, çünki soyuqda yaşaya bilmir. Halbuki qalıb Mutlu Prensə kömək eləməyi seçir və bir yerdə yaxşılıq edirlər. Yəni yalnız bir obraz deyil də, mərhəmətli obraz. Hər ikisi də mərhəmətlidir məncə. Hətta Qaranquş özü yaxşılıq etdikcə, deməli belə bir şey deyir. Deyir ki, qərib şey, içim sımsıcaq, oysa hava nə qədər də soğuk. Mutlu Prens də cavabında deyir ki, iyi bir davranışda bulundun da ondan. Yəni yaxşı bir davranışın insanın qəlbini necə istəyəcəyindən, ona gözəllik qatacağından söz açır. Daxil gözəllik. Belə və biz sevgidən danışırıqsa burada biraz da Bülbül və Güldən danışaq. Çox qəlbim qoyduğum bir əsər oldu. Həqiqətən və gözlənilməz sonluğu var. Spoiler verməyəcəyik. Amma ki, oxusanız görəcəksiniz ki, həqiqətən gözlənilməz bir sonluqdur, amma ibrətamizdir. Deməli, burada necə olurdu? Bülbül bir oğlanın sevgisinə şahid olur. Oğlan o qədər çox sevir ki, onun ailəsindən almaq, evlənmək istəyir o qızla. İndi burada danışıyorum. Evlənmək istəyir o qızla, lakin
ailəsi bir şərt qoyurdu deyəsən ki, Yox, qız özü şərt qız qız. üzü, həmişə mənə gül gətirməlisən, qırmızı gül. O vaxtda şəhərdə, yəni qırmızı gül tapılmırdı. Və qırmızı gülün olması üçün də belə bir kim deyirdi onu? Sən öz canını fəda eləməlisən. Kal deyirdi, sarı qızıl gül deyirdi. Bülbül bunu görüb deyir ki, mən nəsə eləməliyəm də, özünü belə şey eləyir. Gedir öyrənir ki, bəs bu öz canını verməlidir də. Tikanına batırmalıdır öz qəlbini. Bülbül öz qəlbini gül tikanına, ağ gül tikanına batırmalıydı və o qırmızı rəngi boyanacaqdı. Əslində yox, gül tikan deyildi. Kalluq əslində qırmızı idi, sadəcə o Gülü çıxmırdı. gülü çıxmırdı. Hə, bilmirəm. Fəsli deyildi, də mövsümü deyildi. Elə bil ki, nəsə qana ehtiyacı var idi ki. Hə. O da Yetişsin. Bülbül də özünü onun yolunda fəda verir. Eynən. Burada bir dənə cümlə var, indi tapa bilmədim. Deməli, Bülbül deyir ki, yəni eşqin qarşısında bir bülbülün canı, yəni bir quşun canı nədir ki, mən onu fəda etməyim də. Siz düşünün, Bülbül bu fədakarlığı görür, amma sonda yəni Yəni nə bilim. nəysə, bir dənə bu şeyi oxuyum, belə bir şey yazmışam. Qadınlar qəribdir. Sevməyi bilməyəni sevər. Erkeklər daha da qəribdir. Gider sevmeyi bilmemeyi seven kadını sever. Və Oscar Wilde bir şeiri var hətta. Deyir ki, hər insan öldürür sevdiğini. Bu arada bu şeiri dustaq olarkən yazıb, məhbus olarkən yazıb. 2 il həbsdə olur. Hə, 2 il həbs olur. Orada bir dustaq olur, arvadını öldürür, yoldaşını öldürür və dustaq olur. Amma Oscar Wilde həmin məhbusu günahkar saymır. Necə bir məsələ olsa artıq bunu bilmirəm. Bilmədiyim üçün də qınamıram. Onun yəni günahkar saymır və belə bir şeir yazır. Bu şəkildə. Daha sonra bir şey diyeyim, sevgiye kurban verilmiş can hiç neyle qiymətləndirilməz. Amma bəzən insanlar bunu görmür. Həqiqətən sanki yaşlılıq qarşısında insanlar kör olur. Yəni bir nöqtədə də elə davranırlar ki, sanki bu olmalıymış kimi. Yəni sən fədakar olmalısın, fəda eləməlisən, amma mən duracağam. Neysə, o bir əsərlə də bağlayacağıq. İndi isə sizə bir şeydən bəhs edeyim. Uşaqların gülüşündən Bencildir. Bencildir. Ən sevdiyim. Uşaqların gülüşündən məhrum olmuş bir bağdan danışacağıq. Div var idi. Danışsan, mən sevdiyim. Deməli, bencildir. Hansısa bir yerə səyahətə gedir, 7 illik. Onun bağı çoxlu ağacları olur, yaşıllıq olur. Uşaqlar həmişə gəlib burada oynayırlarmış. Bencildir səyahətdən gələnə qədər. Gəlir, görür ki, uşaqlar buradadır, başlayır səsini atır başına. Uşaqları qovur. Bütün da görür ki, artıq yaz gəlmir. Bağça həmişə qış olur. Hər yeri düşünün, gül çiçəyi açır, hər yer yaz havasında, bayram sevinci hər yerdə. Sadəcə bir dənə divin bağında heç bir şey yoxdur da. Bu da başa düşür ki, başa düşməsi məqamı belə olur ki, uşaqlardan hansısa biri gizlin girirmiş ora. Ondan sonra başa düşür ki, sən demə bağçamın baharı, gül çiçəyi həmin uşaqlar imiş. Daha sonra belə gəlir ki, tamam danışmaq. Deməli, daha sonra spoiler verməyəcəyik, axırını çox deməyəcəm. Uşaqlara icazə verir həyətində oynamağa. Ondan sonra özü də uşaqlarla bərabər uşaqlaşır. Amma axırını danışmayacaqsın. Axırını danışmayacaqsın, çünki axırını siz oxumalısınız. Buradan bir şey danışmaq istəyirik. Daha doğrusu belə bir şey, onun yox hatırlamışam, bilmirəm, indi gözümə. Deyir ki, səni yaralmaya kim cürət etdi? Dev bir uşağa deyir. Deyir ki, söylə mənə, mən o qılıncımla onu öldürüm. Səni kim belə eləyibsə. Uşaq da deyir ki, yox, bunlar sevginin açdığı yaralar. Çox qəşəng cümlədir. Niyə sən deyirsən, mən deyirəm, çox qəribə. Amma şey eləmişəm. Bunu ürəkləmişəm. Sevginin açdığı yaralardan. Bu çox qəşəngdir. Yəni bunu mütləq oxuyun. O detallı desək spoiler vermiş olur. Deməsək ürəyimiz partlayır. Necə oxumalısınız da. Oxuyun, fikirlərinizi bölüşün. Hekayə də Vəfalı Dost hekayəsi idi. Vəfalı Dostda
Yəni adından da bəlli olduğu kimi dostluqdan söhbət açırdı. Hətta fədakarlıqdan. Bir də adı kinayə ilə verilir. Yəni düşünün ki, məsələn biz Nəzrinlə dostuq. Düşünün Nəzrin mənim üçün hər şey edir, özünü qurban verir. Nə bilim, nə deyirəmsə tamamlayır, mənə kömək edir. Amma o məndən kömək istəyəndə mən ona heç bir şey etmirəm. Yəni əsərdə də buna toxunulur ki, dost adı ilə hər şeyi gördürür, amma qarşılığında heç bir şey etmir. Yəni mən dost adı ilə məsələn Nərgizinə hər şey Nəzrinə hər şey, Nəzrinə hər şey elətdirirəm. Amma trip atmayacaq. Nərgiz olduq dostlar. Ayşə gəldi ağlıma, Nərgizuz çiçəyi falan. Hə. O da şeydə var idi, bağlamış. Kesin öyle. Kesin öyle. Hansı dostuna qarışdırır? Yazar fatsız. Dostum baxarım. Nərgiz onun dostum. Hə. Yəni vəfalı dostu bundan bəhs edir. Var idi burada qəşəng bir cümlə, vəfalı dostdan. Vəfalı dostlar. Ola da bilər, olmaya da bilər. Hə, var. Birini şəhərləmişəm. Mən də. Hansını? Deyir ki, vəfalı dünyada vəfalı bir dost qədər soylu və az bulunan bir şey yoxdur. Mən də birini xətləmişəm, oxuyum. Aşk iyi, güzeldir. Dostluq çox daha yüce bir şey. Doğrusunu isterseniz bence bu dünyada vefalı bir dost kadar soylu ve az bulunan bir şey yoktur. Çok qəşəng. Mən belə eləyirəm deyə. Hə, Hardan başladığımı bilmirəm. başladığın yerə qoy da. Məsələn, bura belə qoy bilərsən. Əlimdə heç bir qələm falan gəzdirmirəm də. Mən gəlsin. Nə deyirdik? Deyirdik ki, bax, biraz əsəb qıcıq verə bilər, çünki çox saflıq eləyirdi, aşırı saflıq eləyir dostum biri. Hətta dostlarınızı da xatırlaya bilərsiniz. Sonra o bağlanmış gözünüz açıla bilər, adı ola bilər. Yəni, necə deyim, çox qəribə bir şəkildə qarşı tərəfə hər şeyin verir də bu adam. Hər şeyin, hər cür yaxşılığı eləyir və ağlına belə gətirmir ki, bu adam mənim üçün, yəni, bunu eləməz. Məncə hər bir insanın həyatında belə bir dostu var. Yəni Olub da, dırnaq arası dost olub, bəlkə də olacaq. Yəni məncə əsər bunu öncədən görməyiniz üçün çox yaxşı bir fürsətdir. O dostu necə seçə bilərsiniz, görə bilərsiniz. Daha sonra son hekayəyə keçmək istəyirik. Hekayənin adı Fişək. Harika Fişək. Harika bir şey. Mən bu hekayəni Azərbaycan ədəbiyyatında olan Zahid Xəlilin İkinar hekayəsinə bənzədirəm. Yenə Zahid Xəlil. Yəni tamamilə eynidir. Sadəcə Fişək daha geniş yazılmış bir mövzudadır. Yəni daha geniş yazılıb. İkinarda çox qısa bir hekayədir. Baxa da bilərsiniz, xatırlaya İbtidai sinif bilərsiniz. uşaqları üçün. İbtidai sinif uşaqları üçün. Yəni bu hekayədə necə idi? Yazmışam burada. Hə. Öz-özünü tərifləməkdən doyamır. O qədər özünü sevir, o qədər özünə mən beləyəm, mən eləyəm, siz heç nəsiz. Yəni yandakı adam heç nəyi sayır, özünü yüksəkdə tutur. Bir Təkəbbürlüdür, egoistdir. Aynen. Özünü dünyanın mərkəzinə qoyur. Yəni deyir ki, axırda heç bir, yəni bayramda istifadə olunmur. Bunu demək prensin bayram deyəndə prensin toyuydu. Orada fişənglər partlamalı idi. Amma bunu seçməmişlər də, başqa fişənglər aparmışdı. Yəni heç bir bayramda, heç bir yerdə də bunu partlatmırlar. Sonda isə o palçıqda bir yerdə partlayır. Hətta o anda belə o tək özünü belə yüksəkdə hesab edir. Deyir ki, bütün şəhər məni görür. Palçıqda partlayırsan, harda görürsən bütün şəhər? Yəni, həqiqətən bir baxanda həyatımızda belə insanların da olduğunu görür. Olduğu yer, yəni bir bataqlıq deyək, amma özünü elə göstərir ki, bu sanki dünyanın bir mərkəzindədir. Sanki bunu hər kəs görürmüş kimi danışır. Bizim elə bir müəllim var bu arada, heç sevmirəm kendisini. Elə danışır ki, müəllimsən, adi müəllimsən də. İndi mən müəllimləri şeydə də küçümsəmirəm. Amma yəni sən bütün dünya görmür də, sən bu auditoriyada olan insanlar görür. Özündən elə danışır ki, sanki bunu bütün dünya tanıyırmış kimi, sanki çox önəmli bir şəxsiyyət kimi. Mən şəxsiyyətinə heç bir söz demirəm, hər kəs özündə önəmlidir. Amma bunu göstərmək, təkəbbürünü belə bir kəlmə çox egosunu təmin edərək
insanlara özün yüksək olduğunu deyir. Əslində bilirsən necə? Bəzən də olur ki, özü əslində o deyil, özünü o cür görmək istəyir və başlayır o cür təqdim O da mən etməyə. düşünürəm ki, psixologiyası zəif olan Hə, insanlar eynən. elə eləyər. Sən müəllimsən, psixologiya keçmirsən, pedaqogika keçmirsən. Əslində müəllim onu necə deyim, tələbələrə, auditoradakı şəxslərə göstərməməlidir. Yəni müəllim ola bilər psixologiyası zəif olsun, onu auditoriyaya girəndə göstərməməlidir, amma o bizi göstərir. Ona görə Və buradan da belə bir nəticə çıxır ki, biraz kənara çıxırıb, müəllimlik son dərəcə fərdi peşədir. bəli, İnsan xarakteri çox şey tələb edir. çox önəmli bir peşədir. Müəllimlik oxuduğumuz üçün də. Alıntı var. Ha, mən burada birini işarə etmişdim. Vəfalı dostluğunda əlaqədir. Deyir ki, prensə bəslədiyim dostluğu anlamana da imkan yok. Deyir ki, prensi tanımıyorsun bile. Ben tanıyorum demedim ki. Zaten tanısam katiyen dost olmazdım kendisiyle. İnsanın dostlarını tanıması çok tehlikeli bir şeydir. Amma mən də eləmişəm bu arada. Amma mən fərqli bir şey oxuyacağam. Deyir ki, nəreyi sevərsən, orası senin dünyandır. Mən bunu çox bəyənmişdim. Onu mən də eləmişəm. Ha, bu əsər. Həqiqətən hər an sevirsinizsə, hər də özünüzü yəni sevilən bir insanlarla əhatələmişsinizsə, orası sizin dünyanızdır. Nə qədər balaca olsa da, nə qədər kiçik bir yer olsa da, yəni sevgi sənin üçün böyük bir kimi görsənir. Və belə bir cümlə var, deyir ki, amma aşkın modası geçti artık. Şairler öldürdü aşkı. Aşk hakkında o kadar çok şey yazdılar ki kimse onlara inanmaz oldu. Bence çok normal. Gerçek aşık acı çeker ve susar. Hatırlıyorum da ben bir zamanlar, ama artık önemi kalmadı. Sevda maziye karıştı. Yani artık məhəbbətin, aşkın, sevginin burada ne diyeyim öldüğündən Olur bəhs və artıq şablonlaşır da. Yəni bunu deməyə çalışır. Mən də onu işarə edeyim. Bu arada dediğimiz gibi burada 5 hikaye idi. Yani bir roman kadar dərindir aslında. Bu arada Oscar Wilde'ın sadece bir romanı var. O da Dorian Gray'in Portreti əsəridir. Oxumamışsınız, bence oxuyun. Çok qəşəng əsərdir. Yəni bir roman yazıb, amma zirvədir deyə bilərəm. Eynən. Onun üstündə başına nələr açılıb. Bu əsərdə 7-dən 70-ə hər kəs oxusun. Yəni insanın qəlbinə toxunur. Onlarda fədakarlıq, sevgi, məhəbbət, dostluq, bu kimi mövzulara toxunur. Ona görə məncə çox önəmli bir əsərlərdən ibarət bir əsərdir. Oscar Wilde deyəndə ağla ilk nə gəlir? Estetika, gözəllik. Eynən. Yəni Oscar Wilde deyəndə ağlımıza ilk o gəlir və onun əsərlərində də bunu görürük. Bu şəkildə belə Yəni Oscar Wilde'ın həyat haqqında da danışa bilərik, amma videonu çox uzatmış olarıq. Vaxtımız da biraz məhduddur. Artıq dərsimiz başlayır, dərsə getməliyik. Bu şəkildə amma Oscar Wilde'dan istəsəz bölüşə bilərik bir-iki məlumat daha sonra. Belə məncə Oscar Wilde yaradıcılığına bir baş çəkin, bir baxın, əsərlərinə göz gəzdirin. Ən çox oyunlar yazıb, komediyalar, oyunlar. Bir dənə romanı var. Yəni. Onda dediyimiz kimi Dorian Gray Portreti. Onu da hətta yazmazdan əvvəl sadəcə məqalə şəklində yazacaqmış, amma uzada fikirlərini əlavə eləyə bir roman halına gəlib çıxıb və çox böyük bir sensasiya yaratmış əsərdir. Onu məşhurlaşdırsa belə əxlaqsız damğası vurmağa səbəb olan əsərlərindəndir. Bu arada bir maraqlı bir məlumat da deyim. Az əvvəl dinlədiyimdə podkastda dinlədim. Orada qarşıma çıxdı. Deyir ki, Oscar Wilde'ın ən sevdiyi rəng yaşıl rəngi idi. Bunun da səbəbi o dönəm yaşıl rəng eşcinsəlliyi təmsil edirdi və Oscar Wilde bunu qətiyyən gizlətmirdi. Özünün eşcinsəl olduğunu hər yerdə göstərirdi. Yaşıl rəngli geyimlər çox istifadə edirdi. Bu şəkildə. Bu arada bir də Shakespeare-ın özünü müqayisə edirdi. Shakespeare yadındadır, sən demişdin özdə. Nəyi? Shakespeare eşcinsəl olub.
Hə, elə bir şey olub. Hətta Shakespeare-in qadın olduğunu iddia edənlər də var. Ya qadındır ya da ki, Qadın deyil məncə, eşcinsəldir. Çünki o zaman qadınlar məşhur ola bilməzdilər. Bu baxımdan yanaşsaq, məncə qadın deyil də eşcinsəldir. Kişi olması faktı daha çox çıxır ortalığa. Yəni Oscar Wilde da özünü Shakespeare-lə çox müqayisə edirdi. Hətta deyir ki, ölümü belə oxşar idi onun ölümü ilə, hə. O qədər də məlumatım yoxdur, amma ola bilər. Əsərlərində falan Agatha Christie məsələn, onu bilirəm ki, Shakespeare-i çox sevirdi. şey də sevirdi. Bütün Virginia əsərlərindən Woolf. istifadə edir. Virginia Woolf bu barədə mən çox sevirəm. Mən də çox sevirəm onu. Və o da Shakespeare-i çox sevirdi. Shakespeare-ə yəni Bağlı birisi olub. Hə. Bu şəkildə biz sağollaşaq sizinlə. İzlədiyiniz üçün təşəkkür edirik. Ümid edirik ki, bəyəndiniz və kitabı oxumağı əsla unutmursunuz. Və mütləq oxuyursunuz. Bizlə də fikirlərinizi bölüşürsünüz. Gələn müzakirələrə dək. Hələlik.